Salam əziz müəllimlər, mən Nur Mustafa Zadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü mövzumuz proqrama yeni əlavə edilmiş praktik, produktiv və abstrakt təfəkkür haqqında olacaq. İlk öncə baxaq görək praktik təfəkkür nədir? Praktik təfəkkür insanın real həyatda qarşılaşdığı problemləri praktik yolla həll etmə qabiliyyətidir. Yəni ki, vəziyyətə uyğun qərar verə bilir, tətbiq edilə bilən bir düşünmə bacarığıdır praktik təfəkkür. Yəni ki, praktik təfəkkürə sahib olan şəxs hər hansı problemlə qarşılaşdıqda problemi görür, tez və uyğun həll yolu tapır və həmin həlli real həyatda tətbiq edir. Praktik təfəkkürə sahib olan şəxslər təcrübədən istifadə edə bilirlər, tez qərar verə bilirlər, problemlərdə konkret həll tapa bilirlər, tez qısa müddətdə həll tapa bilirlər. Çox rahat şəkildə praktik yolla, asan yolla hər hansı bir problemi həll edə bilirlər rahat şəkildə. Bu təfəkkürdə insan gündəlik həyatda qarşılaşdığı real situasiyaları qısa şəkildə, rahat, tez bir şəkildə belə deyək, anlayır, həmin o vəziyyətə özünü yoğunlaşdırır və problemin ən məqsədə uyğun həll yolunu seçə bilir. Praktik təfəkkürü ümumiləşdirəsi olsaq, praktik təfəkkür bilik və təcrübədən istifadə edərək real problemləri həll etmə qabiliyyətidir. İndi isə baxaq produktiv təfəkkürə. Baxın, bu təfəkkür hər hansı bir problemə yaradıcı həll yolu tapır. Praktikdə qısa və rahat həll yolu tutaq ki, praktiki bir həll yolu axtarırdıq. Produktiv təfəkkürdə isə insanın yeni ideyalar yaratmaq, problemlərə yaradıcı və effektiv həllər tapmaq qabiliyyətidir produktiv təfəkkür. Yəni sadəcə öyrənilmiş bilikləri təkrarlamaq deyil, həmin o məlumatlardan istifadə edərək yenilikçi bir nəticə əldə etmək mənasına gəlir. Yəni, tutaq ki, siz hər hansı bir problemin həllində həm yaradıcı düşünürsünüz, həm məntiqi düşünərək yeni bir həll yolu tapırsınızsa, həmin o anda produktiv təfəkkürdən istifadə etmiş olursunuz. Produktiv təfəkkürə sahib olan şəxslər standart olmayan fikirlər irəli sürür. Tutaq ki, hər hansı bir problem var, həmin o problemin həlli üçün hamının istifadə elədiyi deyil, standart olmayan yeni bir fikir irəli sürür. Həmin problemlə bağlı vəziyyəti dərindən başa düşür, real həyatda işləyə bilən bir həll yolu ortaya qoyur və həmin o həll yolu fərqli ideyaları birləşdirərək yaranan bir həll yoludur. Məsələn, praktik təfəkkürdə dedik ki, bir problem görür şəxs, həmin o problemi ən qısa, ən rahat necə həll etmək olar, onu bilir. Əgər şəxs hər hansı bir problemi çox qısa, rahat yolla həll edirsə, praktik təfəkkürə sahibdir. Yəni ki, bu istifadə etdiyi həll yolu istifadə olunmuş həll yolu da ola bilər. Lakin produktiv təfəkkürdə həmin o şəxs hər hansı bir problemə daha dərindən yanaşır, həmin o problemin həlli üçün yeni bir, belə deyək, həll yolu ortaya qoyur. Yəni ki, problemi fərqli üsulla, yeni ideya ilə həll edirsə, artıq bu produktiv təfəkkürə aid edilir. İndi isə baxaq abstrakt təfəkkürə. Mən hər bir təfəkkür haqqında ən qısa və anlaşılan izahlar verməyə çalışıram ki, sizin üçün rahat olsun və anlaşılan olsun ki, sizi yormasın. Ən sonda nümunələr göstərəcəm təbii ki. Deməli, abstrakt təfəkkür nədir? Abstrakt təfəkkür, belə deyək də, insanın konkret və fiziki olaraq mövcud olan şeylərdən kənara çıxıb, ümumi anlayışlar, simvollar, ideyalar və məntiq üzərində düşünmə qabiliyyətidir. Burada şəxs hər hansı bir, tutaq ki, azadlıq, sevgi, ədalət, vicdan, bu tipli anlayışlar üzərində düşünür. Bu kimi dərin düşüncələrə sahibdirsə, abstrakt təfəkkür olur burada. Abstrakt təfəkkür də digər təfəkkürlər qədər önəmlidir. Niyə? Çünki bu abstrakt təfəkkür vasitəsilə problemləri daha dərindən analiz edə bilər şəxs. Bu, həmçinin insanın yaradıcılığını inkişaf etdirir. Həmçinin, belə deyək, həm akademik, həm də həyat uğurlarının əsasını təşkil edir. Dərindən düşünmə və anlama, daha sonra problemi həll etmə bacarığını abstrakt təfəkkür inkişaf etdirir. Abstrakt təfəkkürə sahib olan şəxslər hər hansı bir qərar verməzdən əvvəl onun mümkün nəticələrini xəyal edə bilirlər. Yəni, tutaq ki, hər hansı bir seçim edəcəklər, o seçimin gələcəkdə nələrə səbəb ola biləcəyini hal-hazırda öz zehinlərində təsəvvür edə bilirlər. Bu, abstrakt təfəkkürə bir nümunədir, məsəl üçün. İndi biz hər üç təfəkkürə aid bir cümlə deyəsi olsaq, belə bir şey deyə bilərik ki, praktik təfəkkür bilik və təcrübədən istifadə edərək real problemləri həll etmə qabiliyyətidir.
Produktiv təfəkkür isə öyrənilmiş mövcud məlumatlardan istifadə edərək yenilikçi nəticələr əldə edir. Hər hansı problemin həllində yeni həll yolları ortaya qoyur. Abstrakt təfəkkür insanın konkret, belə deyək, məqamlardan kənara çıxaraq ümumi anlayışlar, ideyalar haqqında düşünmə qabiliyyətidir. Yəni gördüyünüz kimi praktik, produktiv və abstrakt təfəkkür haqqında qısa və anlaşılan izah verməyə çalışdım. Təbii ki, əsas olaraq sual-cavab mərhələsindən sonra bu mövzuları daha yaxşı anlayacaqsınız. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.